Bu görüntülər sosial şəbəkədə gündəm olub və hər kəsi heyrətə salıb. Hadisə Türkiyədə baş verib. Belə ki, bir vətəndaş əməliyyat olunduqdan sonra öz doğma dilini unudub. Gündəm 24 Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyədə Konya şəhərində 67 yaşındakı Rahmi Karademir adlı şəxs dizindən əməliyyat olunduqdan sonra ana dilini unudub və 10 il sonra ilk dəfə Holland dilində danışmağa başlayıb. Məlumata görə Rahmi Karademir 20 il Kanadada yaşayıb. Daha sonra Türkiyəyə qayıdıb və 10 ilə yaxındır ki, Konyada yaşayır. Hazırda Türkiyə türkçəsində bir kəlmə belə danışa bilməyən xəstənin yaxın zamanlarda öz ana dilini yenidən xatırlayacağına ümid eləyirlər. Rahmi Karademir açıqlamasında "Beynimdə Holland dili var, amma Türkiyə türkçəsində heç bir şey deyə bilmirəm" deyə açıqlama verib. Lakin həkimlər onun yaxın gələcəkdə yenidən öz doğma dilində danışacağına ümid eləyirlər.